Bir daha salam əziz 10-cu siniflər. Bu videoda isə sizin deməli izahlarınızı paylaşacağam. Sizin testlərin izahlarını paylaşacağam. Öncə sizdən də xahişim odur ki, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Abunə olun ki, növbəti mərhələlərdə, növbəti ildə bu cür videolar gəlsin. Öncə bizim YouTube kanalımızda Fahrenheit-dən dərəcəyə, dərəcədən dərəcə Selsidən Fahrenheit-ə keçmə şkalası var. Düsturumuz belə edir ki, Fahrenheit bərabərdir. Mötərizədə dərəcə Selsi vurulsun 5-də 9 plus 32 düsturundan istifadə edirdik. Amma öncə buna qədər onun hesablamanı aparaq. Dağın ətəyində atmosfer təzyiqi 720. Normal atmosfer təzyiqi 760-dır. 760-dan 720 çıxarsınız, qalar 40. 40 millimetri metrə çevirəndə ona vurursunuz. Yəni millimetr civə sütunu. Bu edir 400 metr. Ətəyi 400 metrdir. Dağın zirvəsində isə hündürlük 4400-dür. Zirvə ilə ətəyi arasındakı nisbi hündürlük fərqi 4000 metrdir. 1000 metrdə temperatur 6 dərəcə Selsi dəyişirsə, bəs 4000 metrdə nə qədər dəyişər? X ilə bərabərdir. 6 vur 4, burada artıq 24 dərəcə Selsi edəcək. Zirvə ilə ətəyi arasındakı fərq 24 dərəcə Selsidir. İndi biz bunu Fahrenheit-ə çevirməliyik. 24 vurulsun 5-də 9 plus 32 düsturundan istifadə edəcəyik. Bu eləyər deməli 75.2 Fahrenheit. Doğru cavab D bəndi olacaq. Növbəti sualımıza baxırıq. Şaquli qalxmalar və enmələr yalnız geosinkronalda müşahidə edilir. Bu yanlış ifadədir. Platformalarda da horse grabenlər mövcuddur. Ona görə bu ifadəmiz necədir? Yanlış ifadədir. Karib və Kakos litosfer tavaları eyni okeanda yerləşir. Bu da yanlışdır. Karib Atlantik, Kakos Sakit okeanda yerləşir. Avstraliya materikinin qərb hissəsi geoloji yaşına görə şərq hissəsindən daha qədimdir. Bəli, qərb hissəsi qədim platforma, şərq hissəsi isə qədim qırışıqlıqdır. Yəni şərq hissəsi paleozoyda yaranıb, qərb hissəsi arxeproterozoyda, yəni ondan da əvvəl. Ruwenzori-Horstli litosfer tavalarının konvergent sərhəddidir. Bu Şərqi Afrikada da divergent sərhəddir. Kamerun vulkanı şimal, Kilimanjaro vulkanı cənub yarımkürəsində yerləşir, düzdür. Labrador yarımadasında dəmir, Florida yarımadasında isə fosfor ehtiyatları zəngindir. Bu da doğrudur. 3, 5, 6 sualımızın doğru cavabıdır. Yəni A bəndi. Doğru ifadələri müəyyən edin. Günəş şüaları günorta vaxtı 30 cənub enliyində və 60 şərq uzunluğunda yerləşən məntəqədə 36.5 dərəcə kiçik 36.5-dən kiçik buzaq altında düşə bilməz. Bu fikrimcə yanlış ifadədir, çünki burada hamar səthdən söhbət gedir. Ola bilər ki, burada meyillik ola bilər daha böyük buzaq altına düşür. Düzdür, 30 cənub enliyində minimum günəş şüalarının düşmə buzağı 36.5 dərəcədir. Amma meyillik nəzərə alsaq, daha kiçik buzaq altında düşə bilər. Yəni meyillik nəzərə alınıbsa, bu səhv ifadədir. Amma yenə baxarıq. Iceberglər əsasən okean səthinin donmuş hissəsində formalaşır. Iceberglər donmuş hissənin suya qırılıb, yəni donmayan hissəyə qırılıb düşməsi nəticəsində formalaşır. Kaskad və Krım dağların geosinkronalın inkişafının 3-cü mərhələsindədir. Yəni cavan dağlar olduğunu göstəricisidir. 22 iyun tarixində 50 şimal enliyində məntəqədə gündüzün uzunluğu 45 şimal enliyindəki məntəqədən daha çoxdur. 22 iyunda 50 şimal enliyindəki gündüzün uzunluğu 45-dən daha çoxdur. Əlbəttə bu doğrudur. Buludluğu il boyu çox olduğu ərazilərdə pambıqçılıq üçün əlverişli təbii şərait mövcuddur. Yox, pambıqçılıq əsasən isti sevərdir, ona görə olmaz. Tropik enliklərdən fərqli olaraq mülayim enliklərin dəniz və körfəzlərində səthində buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı nəzər çarpan dərəcədə fərq var. Ümumiyyətlə, su səthində buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çox olmur. Ona görə bu da yanlışdır. Deməli, 5-6 yanlış olur. 2 bizdən doğrunu soruşur deyə biz burada deməli doğru fikir olaraq 3-4 götürdük. Bir dəqiqə. Biz burada 3-ü doğru götürdük. 3-4 dəqiq doğrudur. 3-4. 2 ilə 1-i müqayisə edək. Iceberglər əsasən okeanın donmuş səthi üzərində formalaşır. Bu yanlışdır. Donmayan səthinə qədər gəlib çıxa bilər. Yəni bu doğru deyil. Burada artıq
deməli, günəş şüalarının günorta vaxtı günəş 30 dərəcə cənub enliyində və 60 şərq uzunluğunda yerləşən məntəqədə, hə, burada biz meyilli yamaz deyirsə, biz koordinatları müəyyən etməliyik. Təxminən 30 cənub enliyi, 60 şərq uzunluğu okeana düşür. Okeanda da təbii ki, meyilli olmadığı üçün bu doğrudur. 1, 3, 4 sualımızın doğru cavabıdır. Yəni Y bəndi olacaq. Növbəti sualımıza baxaq. Günəş şüalarının minimum və maksimum düşmə bucaqları arasındakı fərqin xeyli dərəcədən kiçik olduğu, lakin və gecə və gündüzün adi növbələşməsinin pozulmadığı enişlər üçün doğru olmayan fikirlər müəyyən edin. Bəli, günəş şüalarının maksimum və minimum düşmə bucağı fərqi 47 dərəcədirsə, söhbət burada mülayimdən gedir. Amma bundan kiçikdirsə, ya qütb olar, ya da tropik olar. Burada deyir ki, gecə və gündüzün adi növbələşməsinin pozulmadığı. Deməli, qütbdə pozulursa tropikdən söhbət gedir. Tropik qurşaq üçün təhlil aparmalıyıq. Şaquli dirəyin saldığı kölgə il ərzində günorta vaxtı üfüqün həm şimal, həm də cənub tərəfində görünə bilər, düzdür? Antarktidadan başqa bütün materiklərdə tropik var, düzdür? Antarktidadan başqa bütün materikləri tropik xətti kəsir. Konus proyeksiya ilə tərtib edilmiş xəritədə təhrif daha az olur, əksinə çox olur. Qar xəttindən yuxarıda olan ərazilər mövcuddur. Tropikdə də qar xəttindən yuxarıda, məsələn, Kilimanjaro vulkanı, Ant dağlarında bəzi zirvələr. Gecə və gündüzün uzunluğu 14 saat 30 dəqiqədən çox ola bilər. Məncə ola bilməz, amma buna baxarıq. Orinoco və Oranj çayları yerləşir. Orinoco çayı yerləşsə də Oranj çayı yerləşməz. Bu yanlış ifadədir. Bizdən yanlışları soruşduğuna görə 3-cü, 5-ci və 6-cını götürəcək. 3, 5, 6. Yəni B bəndi doğru bənddir. Şimali Amerika materiki üçün səciyyəvi xüsusiyyətləri seçin. 30 martda günəş zenitdə ola bilər. Günəş 21 mart tarixində təxminən yox, ekvatorda zenitdə olur və təxminən 4 günə 1 dərəcə hərəkət edir. Buradan da 21 martdan 30 marta qədər təxminən 10 gün, yəni 8 gün fərq var. 21 martdan 9 gün fərq var. Bunu 8 gün hesab edirsək, cəmi 2 dərəcə şimal enliyinə gedib çıxır. 30 martda günəş təxminən 2 dərəcə şimal enliyində zenitdə olur. Ona görə Şimali Amerikada zenitdə olmaz. Florida yarımadası Paleozoy erasında yaranıb ifadəsi doğrudur. Paleozoy qırışıqlığına aiddir. Yerləşdiyi litosfer tavası Afrika tavası ilə divergent sərhədə malikdir. Afrika ilə Şimali Amerika arasında divergent sərhəd var, doğrudur. Şimal yarımkürəsində bütün iqlim qurşaqlarında yerləşir, fişli səhvdir, ekvatorda yerləşmir. Həm buzlaq, həm tektonik göllər var. Bəli, bu da doğrudur. Məsələn, Böyük Duzlu, Nikaragua gölü tektonikdir. Şimalda yerləşən göllər, böyük göllər, Atabaska və s. duzlaq mənşəli. 205 C variantı doğrudur. Şimal-qərb sahillərində tornado müşahidə edilir. Yox, bu cənub sahillərində müşahidə edilir. C variantı doğrudur. Növbəti sualımıza keçirik. B, Y, A, C D verilib və burada iqlim qurşaqları aid olan xüsusiyyətlər. Biz öncə bunları oxumalıyıq. Öz hava kütləsi yoxdur və C bəndini oxuyuruq. Mekong çayının stoplayıcı hövzəsində yerləşir. Bax, bu ortaq cəhətdir. Öz hava kütləsi yoxdursa, deməli bu keçid iqlimdir. Keçid iqlim isə burada ekvatorial olmaz, tropik olmaz, mülayimi çıxır. Yalnız qalır 2, 4. 2, 4 sualımızın doğru cavabıdır. Burada 1-i çıxdıq, 3-ü çıxdıq, 3-ü çıxdıq, 5-i çıxdıq. Yalnız 2, 4, 1 cavab da var Y bəndində. Yəni, ümumiyyətlə 1-ə ikinci gedəcək. B, Y. Arlemid yarımadasında müşahidə edilir və iqlim qurşaqları təkrar olunan materiklərdə həm şimal, həm də cənub yarımkürəsində müşahidə edilir. Afrikanın həm şimal, həm də cənubunda müşahidə edilən subekvatorialda aydın məsələdir ki, 2-yə isə yalnız D gedib, daha doğrusu 4-ə isə yalnız D gedib. Subtropikdə Antarktida qitəsindən başqa bütün qitələrdə var. Bu doğru ifadədir. Növbəti. Braziliya yayləsi, Meksika, Orta Sibir yayləsi. Heç vaxt kölgəyə uzunluğu sıfıra bərabər olmur. Heç vaxt yəni günəş zenitdə olmur demək. Heç vaxt kölgə uzunluğu sıfıra bərabər olmur. Yəni heç vaxt günəş zenitdə olmur. Təbii ki, burada söhbət Sibirdən gedir. Aid olduğu ölkə iki yarımkürədə yerləşir. Burada söhbət Meksika yaylasından gedir, Şimali Amerikada. Yerləşdiyi materikdə Mezozoik qırışıqlığında yaranan relyef formalarına rast gəlinmir.
Mezozoy həm Avrasiyada, yəni Sibirin yerləşdiyi, həm də Meksika, Şimali Amerikada var. Yəni bu Braziliyada, Cənubi Amerikada Mezozoy qırşıqlığı yoxdur. Bura C deyək. Yerləşdiyi ölkənin sahilləri 3 yarımkürədə yerləşən okean suları ilə yuyulur. 3 yarımkürədə yerləşən okean Şimal Buzlu okeandır. Bu ortaq xüsusiyyətdəsində. Yerləşdiyi ölkənin, yox ölkə deyirəm, materik deyil. Yerləşdiyi ölkənin sahilləri 3 yarımkürədə yerləşən okean suları ilə yuyulur. Hə, burada ölkədən söhbət gedir. Rusiyanın sahilləri Şimal Buzlu okeandan yuyulur. Ona görə dedim, Meksikanın olmaz, Braziliyanın olmaz. Yerləşdiyi ölkədə günəş il boyu günorta vaxtı zenitdə olur. İl boyu günorta vaxtı zenitdə olması Meksikada il boyu olmur, Braziliyada il boyu olmur, Rusiyada il boyu olmur. İl boyu heç birinə aid olmamalıdır. 1-ə C, 2-yə B, 3-ə A-dir. B variantı doğrudur. Yerləşdiyi ölkədə günəş il boyu zenitdə olur. Deyir, il boyu yəni hər gün. İldə 2 dəfə zenitdə olur Braziliyada. Meksikada da ildə 2 dəfə zenitdə olur da. B variantı sualımızın doğru variantıdır. Növbəti cədvələ əsasən uyğunluğu müəyyən edin. Yanar faydalı qazın daş kömürlü, düzdür. Sonra bu mərmərdir, filiz deyil, qeyri-filizdir. Civə filizdir, ona görə səhvdir. Bu alinit filizdir, qızıl filizdir. Kvars qumu yanacaq deyil. Doğrular soruşduğuna görə birinci, dördüncü və beşinci, yəni D bəndi doğru bənddir. 9-cu sual. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi inzibati rayon, yəni Zaqatala üçün doğru fikirlər müəyyən edin. 1036-dır. İki xarici ölkə ilə həmsərhəddir. Rusiya, Gürcüstan düzdür. Qışı mülayim keçən yarımsəhra quru çöl iqlim tipinə rast gəlinir. Fikri səhvdir. Zaqatalada olmaz. Qara metallurgiyanın xam malı mövcuddur. Polimetal əlvan metallurgiya xam malıdır. Mülayim isti iqlim tipinin bütün yarım tipləri mövcuddur. Təbii ki, burada yay quraq keçən mülayim isti iqlim yoxdur. Yura dövrünə aid olan söküntülər təbaşir dövrünün söküntülərindən daha çox ərazidə yayılıb. Yüksək dağlıq çox olduğuna görə Yura daha üstündür, düzdür. 4000 metrdən yüksək zirvələrə rast gəlinir. Burada gəlinmir deyir. E, Bu da doğru fikirdir. Zaqatalada 4000-dən yuxarı zirvə yoxdur. 1, 5, 6. Yəni A bəndi sualımızın doğru bəndidir. Növbəti Yeni Zelandiya verilib. Yeni Zelandiya üçün doğru fikirləri müəyyən etməyimizi istəyir. Cənub və qərbdə yerləşir, fikri səhvdir. Cənub və şərqdə yerləşir. Günəş burada zenitdə olmaz. Litosfer tavalarının divergent yox, konvergent sərhədində yerləşir. İnkişaf etmiş ölkədir. Burada Ruapehu fəaliyyətdə olan vulkanı var. Subtropik və mülayimdə yerləşir. Bəli, C bəndi doğru bənddir. Sonra okeanlarda mövcud olan səth cərəyanları haqqında doğru fikirləri müəyyən edin. Soyuq cərəyanlar hərəkət etdiyi suların duzluluğunu azaldır. Bəli, soyuq cərəyan ərazidə duzluğun azalmasına səbəb olur. İsti cərəyanda buxarlanma çox olduğuna görə duzluq çox olur. İsti cərəyanlar alçaq enliklərdən yüksək enliklərə doğru hərəkət edir. Bu bizim xəritə sxem qeydimizdə var. İsti okean cərəyanları əsasən ekvatordan qütbə doğru əsir. Yəni alçaq enliklərdən yüksək enliklərə doğru gedir. Bu da doğrudur. Çay mənsəblərinin deltanın formalaşmasına səbəb olur. Çay mənsəblərində deltanın formalaşmasına səbəb olur. Yəni bu okean cərəyanları ilə delta yox, estuari formalaşmasına səbəb olur. Qütb işıqlanma qurşağında formalaşmır. Yanlışdır, yəni formalaşa bilər cərəyanlar. Aysberqlərin hərəkətinə təsir edir. Əlbəttə ki, okean cərəyanı aysberqlərin müəyyən hissələri apara bilər. İsti cərəyanların buxarlama ilə buxarlama qabı arasında fərqin artmasına səbəb olur. Xeyr, soyuq cərəyanlar fərqi artırır, isti cərəyanlar isə azaldır. 1, 2, 5 sualımızın doğru cavabıdır. Yəni B bəndi. Növbəti sualımıza keçid edək. Doğru olmayan fikirləri müəyyən edin. Mərmərə dənizinin orta duzluğu Baltik dənizindən daha çoxdur. Şimalda Baltik dənizi olduğuna görə, bəli, Baltik dənizindən nisbətən azdır. Şimala doğru duzluq azalır demişik. Baltik dənizində təxminən 11 promildir. Mərmərə dənizində isə 25 promildir. Bayron Ucqar nöqtəsinin sahillərində isti okean cərəyanı hərəkət edir. Bayron Avstraliya Ucqar şərq nöqtəsidir. Burada Şərqi Avstraliya isti cərəyandır. Pangeya təqribən 4,5 milyard il əvvəl Lavrasiya və Gondvaniya parçalanıb. Bu Lavrasiya və Gondvaniya parçalanması doğrudur, amma ilə uşaqlar diqqət yetirmir, heç müəllimlər də diqqət yetirmir. Amma doğrudur da, illə çaşdırmazlar hər halda, çünki biz tarixçi deyilik. Aliyet və Azor adaları subduksiya sonrasında yerləşir ifadəsi yanlışdır. Aliyet subduksiyadır, amma Azor divergent sərhəddir. Bu yanlışdır. Sonra 40 cənub enliyində enişlərində okean sularının
orta illik temperaturu 40 şimal illiyi okean sularının orta temperaturundan daha aşağıdır. Deməli, 40 cənub enliklərində okean səthinin sularının orta temperaturu 40 şimal enliyindən daha aşağıdır. Cənub enlikdən daha aşağıdır. Çünki Antarktidaya yaxın mövqe buna təsir göstərir. Olmalıdır. Şərqi Antarktidanın sahil xətti materikin qərbinə müqayisədə daha çox parçalanıb. Əslində parçalanma qərbdə daha çoxdur. Çünki qərbdə yarımada var. Həmçinin də burada Ant dağlarının davamı var. Yəni qərbi daha çox parçalanıb deyə bilərik. Burada doğru cavabımıza baxaq. Şərqi deməli bu 6 yanlış oldu, 4 yanlış oldu. Hə, 3-ü də yanlış götürüblər. Gəlin görək 3 6 A variantı doğrudur. Pangeya təqribən 4,5 milyard il əvvəl bulunan Lavrasiya və Gondwana yaparsan. Hə, burada ilə əslində fikir vermək olar. Məntiqən. Çünki kainatın yaranması haqqında bir sıra nəzəriyyələr var. O nəzəriyyələrdə yerin yaşı 4,5 milyard ildir. Pangeyanın parçalanması isə paleozoya təsadüf edir. Yəni bu qədər milyard keçə bilməz. Yəni absurd rəqəm fərqi veriblər. Biri var, kiçik bir rəqəm fərqi veriblər. Mən heç milyarda, milyona fikir vermədim. Yəni ona görə belə qeyd etdim, amma böyük bir rəqəm fərqi veriblər deyə bu yanlışdır. 3, 4, 6 sualımızın doğru cavabıdır. Şimal yarımkürəsi, cənub yarımkürəsi. Qütb dairə xətti iki materiklə kəsişir. Cənub yarımkürəsində yalnız bir materiklə kəsişir. Ona görə bu ortaq deyil. Doğru. Mərcan mənşəli adalar rast gəlinir. Həm şimalda, həm də cənubda mərcan mənşəli ada var. Bu ödəyir. Okean səthinin sahəsi quru səthinin sahəsindən daha çox. Hər iki yarımkürədə okeanın sahəsi daha çoxdur. Daxili dənizlərə rast gəlinir. Hər iki şimal yarımkürəsində daxili dənizlər var. Cənub yarımkürəsində tanıdığımız daxili dəniz yoxdur. Amma bu da biraz absurd məsələdir. 7000 metrdən yüksək dağ zirvələri mövcuddur. Cənub yarımkürəsində yoxdur. Şimal yarımkürəsindədir 7000-dən yuxarı. Bu da ortaq deyil, yanlışdır. Sonra iceberglərə rast gəlinir. Həm şimal, həm də cənubda rast gəlinir. Tamamlamayan bənd dediyinə görə 1, 4, 5 olacaq. Yəni Y bəndi doğru bənddir. Növbəti sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Kamçatka yarımadasında fəaliyyətdə olan vulkanlar mövcuddur. Bəli, Kulis sopkası bura aiddir. Qafqaz, Pamir, Kopet dağ geosinklinalda yerləşən fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Bəli, bunlar geosinklinalda yerləşir, amma fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Doğrudur, yanlış verilib. Cape York, Alyaska və Labrador yarımadalarının sahilləri iki okean suları ilə yuyulur. Cape York doğrudur, amma Alyaska, Labrador da doğrudur, amma Alyaskada yalnız bir okeandır. Yanlışdır, yanlışa yanlış verib deyə uyğundur. Beaufort dənizi coğrafi mövqeyinə görə adalararası dənizdir. Doğrudur, amma yanlış verilib. Baffin dənizinə aiddir adalararası. Beaufort dənizi kənar dənizdir. Yanlışdır, yanlışa yanlış verib deyə uyğundur. Sara, Tasma və Karib dənizləri donmaya məruz qalır. Təbii ki, yanlışdır. Hindçin yarımadası üzərində formalaşan hava kütlələri ölkəmizdə iqlim tipinə formalaşmasına təsir edir. Əlbəttə ki, bu yanlışdır. Olmaz. Uyğunluq istədiyinə görə 1, 3, 4 deyəcək. Yəni C bəndi. 15. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Saatlı, Sabirabad, Samux və Qazax inzibati rayonlarında rayonları Kür çayının sahillərində yerləşir. Doğrudur, bu ödəyir. Ağdərə inzibati rayonu xarici ölkə ilə həmsərhəddir. Ağdərənin xarici ölkəyə çıxışı yoxdur, yanlışdır. 22 gün tarixində Zaqatala və Balakən Qax inzibati rayonlarında gündüzün uzunluğu Sədərək və Lənkərandan daha uzundur. 22 iyunda bəli, şimalda yerləşən rayonlarımızda gündüz daha uzundur, amma yanlış verir. Qarabağ vulkanik yaylası və Murov dağ silsiləsinin mütləq hündürlüyü 3000 metrdən çoxdur. Qarabağ vulkanik yaylasında 3616, Murov dağda 3724 doğrudur, amma yanlış verib. Zəngəzur dağ silsiləsində nival buzlaq, subnival landşaftda rast gəlinir, doğrudur. Şərur inzibati rayonu bir tektonik zonada yerləşir. Bu təbii ki, yanlış ifadədir. Şərur ərazisi həm Kiçik Qafqaz tektonik qalxması, həm də Araz əyilməsi yerləşir. Yanlışa yanlış verib deyə uyğundur. 1, 5, 6. Yəni C bəndi sualımızın doğru bəndidir. Deməli, saat qurşaqları verilib və oxşarlığı müəyyən etməliyik. Birinci orta meridianı tapaq. 6 vurulsun 15, bu eləyir 90 şərq uzunluğu. Bu
12-ni vuranda 180. Bu demək qərb yarımkəsidir. 18, 24-dən çıxarıq 18-i eləyər 6, 6-nı vurarıq 15-ə, 90 qərb uzunluğu. Bu 90 qərb uzunluğu, bu 180 dərəcə uzunluq, bu isə 90 şərq uzunluğudur. Avrasiya materiki ilə kəsişən hansıdır? Təbii ki, 1-ə uyğun gəlir. Həm 90 şərq uzunluğu, həm 180 dərəcə şərq uzunluğu. 3 yarımkədə yerləşən həm 90 həm 6-cı, həm də 18-ci saat qurşağıdır. Çünki biz demişik ki, bütün saat qurşaqları 3 yarımkədə yerləşir, amma 12-ci 0 və 24. Bax bu 12, 0, 24 bu 3 saat qurşağı deməli 4 yarımkədə yerləşir. Günəş hər zaman zenitdədir. Günəş zenitdə hamısında zenitdə ola bilər. Bu heç birinə aid deyil. Sakit və şimal buzlu okeanları ilə kəsişir. Sakitlə kəsişən 90 şərq uzunluğu olmaz. 90 qərb uzunluğu və 180 dərəcə olar. Alp-Himalay geosinkronalı ilə kəsişən 90 şərq uzunluğu olar və 90 qərb uzunluğu olmaz, 180 olmaz. Deməli, 1-ə A, 2-yə B, 3-ə isə D. Yəni, Y bəndi sualımızın doğru bəndidir. 17-yə baxaq. İki xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlarımızı müəyyən edin. Qaxın, sonra, yox, qaxın 1, qaxda 1-dir, qaxda 2-dir, şəkidə 1-dir, daha doğrusu. İki ölkə ilə sərhəd olan rayonlar. Şahbuz yalnız 1, Ordubad 2, sonra Qubadlı 1, demək 6-mı çıxdıq variantdan. Sonra 5-i götürürük. 4-ü Qubadlını çıxdıq variantdan. Sonra 1, Qaxda 2, Tovuzda 2, Ermənistan, Gürcüstan, Qaxda Rusiya, Gürcüstan. 1-5-yə bəndi doğru bənddir. 18-ci suala baxaq. Şimali Amerika və Avrasiya materikləri üçün oxşar cəhətləri müəyyən edən oxşar deyil. İqlimi musson yağışları müşahidə edilir, doğrudur. Şimal tropik iqlim qurşağı tam zolaq təşkil edir, Avrasiyada gətirməz. Qərb sahillərində mülayim dəniz və aralıq dəniz iqlimi xarakterlikdir, doğrudur. 1-ə AC, 2-yə sahillər Çukot və Bering dəniz suları ilə yuyulur. Hər ikisi üçün ortaq cəhətdir bu. Sahəsinə görə ən böyük ölkəsi, sahilləri 3 okean suları ilə yuyulur. Kanada, Rusiya bu doğrudur. Materik daxili ölkələr mövcuddur. Şimali Amerikada materik daxili ölkə yoxdur. Doğru cavab D bəndi olacaq. Verilmiş ölkələrə aid xüsusiyyətləri müəyyən edib yazın. Fransa, Kanada, Braziliya, Çin, Türkiyə və Qazaxıstan. 1, 2, 4 federativ inzibati ərazi quruluşuna malikdir. Fransa federativ deyil, ona görə səhvdir. 4, 5, 6 çayları 2 okean hövzəsinə aiddir. Çinin çayları 3 okean hövzəsinə aiddir. Bax, burada deyik, Türkiyə 2 okean, Qazaxıstan 2 okean hövzəsinə aiddir. Qazaxıstanda 2 okean ola bilməz axı, 6, ona görə səhvdir. Qazaxıstan. Çində 3 okean, Qazaxıstanda 1 okeandır. 1, 3, 4 BRICS təşkilatına üzvdür. Fransa BRICS təşkilatına üzv deyil. Bu da yanlışdır. 1, 2, 3 əhalinin böyük hissələri Hind-Avropa dil ailəsinə aiddir. Bu doğrudur. 1, 2, 6 mülayim iqlim qurşağında yerləşir. Fransa, Kanada və Qazaxıstan. Bu da doğrudur. 1, 2, 5 Cavan dağlara rast gəlinir. Fransada Cavan dağlar, Piriney dağları var. 2, Kanadada bəli, Kordillerin qərb hissəsi var. Və 5, Türkiyədə Cavan dağlar, Pont Tower var. Və doğru cavab C bəndində verilib. Növbəti sualımız xəritə sistemdəki vəziyyətə əsasən doğru fikirləri müəyyən edin. 22 dekabr tarixidir. Bəli, cənub yarımkəsində gündüz, şimalda isə gecədir. 22 dekabr. Qütb ulduzu Polarisin görünən yarımkürədə gecə və gündüzün uzunluğu gecənin uzunluğu gündüzdən daha çoxdur. Qütb ulduzu şimal yarımkəsində görünür təbii ki. Şimal yarımkəsində gecənin uzunluğu gündüzdən daha çoxdur deyirsə, bu doğrudur. Şimal yarımkəsində gecənin uzunluğu daha çoxdur 22 dekabr. Günəşin zenitdə olduğu yarımkürədə gecə və gündüzün adi növbələşməsi pozulmur. Günəşin zenitdə olduğu yarımkürədə, yəni cənubda gecə və gündüzün adi növbələşməsi pozulmur ifadəsi səhvdir. Cənub qütbdə pozulur. Qütb işıqlanma qurşaqlarının hər ikisində pozulur yəni. Yer kürəsinin fırlanma oxu orbit müstəvisinə 80 dərəcə meyilli olsa, sxemdəki vəziyyət yarana bilməz. Yarana bilər, niyə də yarana bilməsin?
Yer kürəsinin fırlanma oxu orbit müstəvisinə 80 dərəcə meyilli olsaydı, 80 dərəcə meyilli olsaydı 90 çıxılsın 80 bərabərdir 10 dərəcə. Tropiklə, bu vəziyyət yarana bilməzdi çünki 10 dərəcədən keçərdi. Doğru. 10 cənub enliyində dayanmış müşahidəçinin kölgəsi günorta vaxtı şimal istiqamətində yönələr. Bu da doğrudur. Yer kürəsi 40 cənub enliyinin xəyali oxu ətrafında fırlanma sürəti 40 şimal enliyindəkindən daha çoxdur. Bu yanlışdır. Çünki hər iki yarımkürədə eyni 40 cənub enliyi, 40 şimal enliyində sürət eyni olur. Cənub yarımkürəsində quru səthində ən isti ay müşahidə edilir. Bu yanlışdır. Ən isti ay iyul ayıdır. Yanlış. Bizdən doğrular soruşur deyə birinci, üçüncü və dördüncünü götürəcəyik. 1, 3, 4. Yəni C bəndi doğrudur. Bu test kimindirsə, maşallah çox yaxşı yazıb. Bir və yaxud da 2 dənə səhv oldu. Uğurlar hər birinizə. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.